Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasındayıq. Tərkibi bu cihazlar vasitəsilə təyin olunub. 5-7 gün müddətində müayinələr aparılır. Yağların mikrobioloji təhlükəsizlik göstəricilərinə də baxılır. Evimizdən əskik etmədiyimiz qida məhsullarından biri də yağlardır. Mağazada müxtəlif çeşidlərinə rast gəlmək mümkündür. Bəs bu qədər yağ məhsullarının keyfiyyətinə necə nəzarət olunur? Bu dəfə sizinlə bunu öyrənəcəyik. Hazırda biz Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyasındayıq. Mütəxəssislərlə birlikdə burada yağların təbiiliyini, necə yoxlandığını və hansı prosedurlardan keçdiyini öyrənəcəyik. Keyfiyyətli yağ necə olur? Gəlin bu suala birlikdə cavab axtaraq. Yağlar əhalinin rasional qidalanmasında mühüm qida komponentlərindən biridir. Hal-hazırda bu gördüyünüz laboratoriyada nümunələrin yağ turşusu tərkibinin, sirol tərkibinin analizi üçün hazırlanması prosesi aparılır. Nümunələr hazırlandıqdan sonra digər otaqda cihaz müayinələrinə verilir. Hal-hazırda gördüyünüz otaqda az öncə hazırladığımız nümunənin yağ turşusu müayinəsi aparılır. Yağ turşusu müayinələri qaz xromatografiyası cihazı vasitəsilə aparılır və bununla həqiqətən bitki mənşəli yağ olduğu və süd mənşəli yağ olduğu təyin edilir. Eyni zamanda yağların həqiqiliyini təyin etmək məqsədi ilə onların sterol tərkibinin də analizləri aparılır. Yağların kimyəvi və fiziki kimyəvi göstəriciləri ilə yanaşı onların mikrobioloji təhlükəsizlik göstəricilərinə də baxılır. Aybəniz xanım, bəs bu göstəricilərə necə nəzarət edirsiniz? Süd və süd məhsullarında olan mikroorqanizmlərin miqdarı mövcud sanitariya norma və qaydaları ilə ciddi şəkildə tənzimlənir. Bu məqsədlə laboratoriyamıza daxil olan yağ nümunələri gördüyünüz bu otaqda mikrobioloji analizlər üçün nümunə hazırlığı prosesi keçir. Aybəniz xanım, bu otaqda mənim daha çox bu mikroskopla aparılan müayinə diqqətimi çəkdi. Ümumiyyətlə, yağların yoxlanılması prosedurunda mikroskopda necə istifadə olunur? Müayinələrin sonunda əgər yağın tərkibində hər hansı bir mikroorqanizm varsa, aşkarlanmış mikroorqanizmlərin təsdiqi üçün mikroskopdan istifadə olunur.